Salur Qazanın evinin yağmalandığı boy. Kitab-ı Dədə Qorqud dastanına daxil olan 4-cü boydur. Bir gün Tulu quşun balası, yazıqların ümidi, Amit soyunun aslanı, Qaracığın qaplanı, Qonur atın yiyəsi, Uruz xanın ağası, Bayandır xanın kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası, Ulaşoğlu Salur Qazan yerindən durmuşdu. 90 otaqlı uca evlərini qara yer üzərində tikdirmişdi. 90 yerdə böyük ipək xalı döşətmişdi. 9 qara gözlü, göyçə üzlü, saçı arxada düyünlənmiş, köksü qızıl düyməli, əlləri biləyindən xınalı, barmaqları naxışlı, gözəl kafir qızları Qalın Oğuz bəylərinə şərab paylayırdılar. Bu boyda kafir qızlarının təsvirinə də yer verilib. Ulaşoğlu Salur Qazan içdi, axırda şərabın təsiri başına vurdu. O qaba dizləri üstünə çöktü, dedi: "Sözümü dinləyin, səsimə səs verin bəylər. Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu. Duraq gedək, a bəylər, ov ovlayaq, quş quşlayaq, sığın seyin yığaq, qayıdıb otağımıza düşək. Yeyib içək, günümüzü xoş keçirdək." Ova çıxmaq təklifini Qazan xanın özü irəli sürür. Qıyan Səlcioğlu Dəli Dondaz dedi: "Bəli, xan Qazan, məsləhətdir." Qaragünə oğlu Dəli Dondaz dedi: "Bəli, xan Qazan, məsləhətdir." Ağam Qazan, məsləhətdir. İlk dəstəkləyənlər Qazanı Dəli Dondaz və Qaragünə oğlu Qarabudaq olur. Onlar belə dedikdə at ağzıları qoca iki dizi üzərinə çöküb dedi: "Ağam Qazan, sası dinli Gürcüstan sərhədinə gedirsən. Gərgahının üstündə kimi qoyursan?" Qazan xan dedi: "Oğlum Uruz 300 igidlə evimin keşiyində dursun." Qonur atını çəkdirdi, mindi. Dəli Dondaz təpəlqaş qayğırına mindi. Qazan xanın qardaşı Qaragünə Göybədəvi atını tutturub mindi. Bayandır xanın düşmənini məğlub edən Şir Şəmsəddin ağ atını çəkdirib mindi. Parasarın Bayburt hasarından sıçrayıb aşan Beyrək boz ayğırına mindi. Qonur atlı Qazana keşiş deyən Yeynək duru ayğırına mindi. Saymaq istəsəm tükənən deyil Oğuz bəyləri. Qalın Oğuz bəyləri atlandılar. Döyüş böyük qoşun Aladağa ova çıxdı. Ov yeri haraydı? Gürcüstan sərhədi Aladağ. Kafirlərin casusu bunu gördü. Çoğu gedib Şüklü Məliyə xəbər verdi. 7000 qaftanın arxası cırıq, kəsik, qara saçlı, sası dinli, din düşməni, alacı atlı kafir mindi, çapdı. Gecə yarısı Qazan bəyin düşərgəsinə gəldi. Kafirlər onun qızıl tağlı evlərini çalıb çapdılar. Qaza bənzər qız gəlinlərini çığrışdırdılar. Tövlə-tövlə atlarını mindilər. Qatar-qatar qızılı dəvələrini yedəkləyib apardılar. Qiymətli xəzinəsini, bol pulunu talan etdilər. 40 incə belli qız ilə boyu uzun burla xatun əsir getdi. Qazan bəyin qarımış anası qara dəvə boynunda asılı getdi. Qazan xanın oğlu Uruz bəy 300 igidlə əli bağlı, boynu bağlı getdi. İlək Qocaoğlu Sarı Salmaş Qazan bəyin evi üstündə döyüşdə şəhid oldu. İlk şəhid olan kim idi? Sarı Salmaş qalmış. Bu bəzi mənbələrdə Sarı Salmaş şəklində də verilir. Qazanın bu işlərdən xəbəri yox idi. Kafir dedi: "Bəylər, Qazanın tövlə-tövlə şahanə atlarını minmişik. Qızıl gümüşünü talan etmişik. 40 igidlə oğlu Uruzu dustaq etmişik. Qatar-qatar dəvələrini gətirmişik. 40-cı belli qızla Qazan xanın arvadını tutmuşuq. Biz bu heyfləri Qazana vurmuşuq." Kafirlərdən biri dedi: "Qazan bəydə bir heyfimiz qaldı." Şöklü Məlik dedi: "Ədə, nə heyfimiz qaldı?" Kafir: "Qazanın qapılı Dərbənddə 10.000 qoyunu var. O qoyunları da gətirsək, Qazana çox böyük ziyan vurarıq," dedi. Şöklü Məlik 600 kafir getsin, qoyunu gətirsin, dedi. 600 kafir atlandı. Qoyun üzərinə yürüyüş etdi. Gecə yatarkən Qaraca çoban yuxuda qara qayğılı əhvalat gördü. Hövlnak ayağa durdu. Qaban gücü və Dəmir gücü adlı iki qardaşını yanına çağırdı. Ağlın qapısını bərkitdi. 3 yerdə təpə kimi daş yığdı. Ala qollu sapandını əlinə aldı. Qaraca çobanın üstünü qəflətən 600 kafir aldı. Kafir dedi:
Qaranlıq axşam olanda qayğılı çoban, qar yağış yağanda od ocaqlı çoban, südü pendiri bol, qaymaqlı çoban. Qazan bəyin qızıl tağlı uca evlərini biz yıxmışıq. Tövlə-tövlə şəhanə atlarını biz minmişik. Qatar-qatar qızıl dəvəsini biz yedəkləmişik. Qarıcıq anasını biz gətirmişik. Qiymətli xəzinəsini, bol pulunu biz talan etmişik. Qaza bənzər qız gəlinini biz əsir etmişik. 40 igidlə Qazanın oğlunu biz tutmuşuq. 40-cı belli qızla Qazanın arvadını biz gətirmişik. Ay çoban, uzaqdasan, yaxındasan, bəri gəl. Baş endirib tənzim et. Bizə salam ver, öldürməyək. Səni Şöklü Məliyin yanına aparaq. Bəylik alıb verək. Burada bəylik təklifini çobana Şöklü Məliyin özü yox, kafirlər öz adlarından təklif edirlər. Şöklü Məliyin isə bundan xəbəri yoxdur. Boş-boş danışma, itim kafir. İtimlə bir yalaqdan yal içən azğın kafir. Altındakı alaca atını nə öyərsən? Alabaşlı keçimcə görünməz mənə. Başındakı dəbilqəni nə öyərsən, ay kafir? Başımdakı börkümcə görünməz mənə. 60 tutam nizəni nə öyərsən, murdar kafir? Qırmızı dəyənəyimcə görünməz mənə. Qılıncını nə öyərsən, ay kafir? Əyri başlı, çovkanımca görünməz mənə. Belində 90 oxunu nə öyərsən, ay kafir? Ala qollu sapandımca görünməz mənə. Uzaqdasan, yaxındasan, bəri gəl. İgidlərin zərbəsini gör, sonra get. Kafirlər təklifsiz at təpdilər, ox səpdilər. İgidlər igidi, Qaraca çoban sapandının ağzına daş qoydu, atdı. Birini atanda ikisini, üçünü yıxdı. İkisini atanda üçünü, dördünü yıxdı. Kafirlərin gözünə qorxu düşdü. Qaraca çoban kafirlərin 300-ünü sapan daşı ilə yerə yıxdı. 2 qardaşı isə oxlandı, şəhid oldu. Çobanın daşı tükəndi. Qoyun demir, keçi demir, sapancının ağzına qoyub atır, kafiri yıxırdı. Kafirin gözü qorxdu. Dünya aləm başında qaranlıq oldu. Dedilər, arzusu gözündə qalsın. Bu çoban birdən bizim hamımızı qırar. Daha durmayıb qaçdılar. Çoban şəhid olan qardaşlarını dəfn etdi. Kafirlərin leşindən bir böyük təpə düzəltdi. Çaxmaq çaxıb od yandırdı. Yapıncısından kəsib yandırdı. Qurumunu yarasına bastı. Yolun əyrisini tutub oturdu. Ağladı, sızladı, dedi, Salur Qazan, bəy Qazan, ölüsənmi, dirisənmi, bu işlərdən xəbərin yoxdurmu? Sən demə, xanım, o gecə qalın Oğuzun dayağı, Bayandır xanın kürəkəni, Ulaşoğlu Salur Qazan yuxuda qarma-qarışıq əhvalat gördü. Hövlnak ayağa durdu, dedi, qardaşım Qaragünə, bilirsənmi yuxumda nə göründü? Qara qayğılı əhvalatlar gördüm. Gördüm ki, yumruğumda bir şahin çırpınıb quşumu əlimdən alır. Hündür evimin üzərinə göydən ildırım düşdüyünü gördüm. Qatı qara dumanın düşərgəmin üstünü bürüdüyünü gördüm. Quduz qurdların evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır. Uzandıqca gözümü örtür. Əllərimdə 10 barmağımı qan içində gördüm. Bu yuxunu görəndən bəri ağlım, huşumu yığa bilmirəm. Xan qardaşım, mənim bu yuxumu yoz mənim üçün. Qaragünə dedim, qara bulud dediyin sənin taleyindir. Qar ilə yağmur dediyin sənin qoşunundur. Saç qayğıdır, dərdi sərdir, qan qaranlıqdır. Gerisini yoza bilmirəm, Allah yozsun. Belə dedikdə Qazan dedim, mənim ovumu pozma, qoşunumu dağıtma. Mən bu gün qonur atı çapıb 3 günlük yolu bir gündə gedərəm. Yurduma baş çəkərəm. Əgər salamatçılıqdırsa, axşam olmadan yenə sənin yanına gələrəm. Oradakılar sağ-salamat deyilsə, başınızı çarə edin. Mən daha getdim. Qazan xan qonur atını mahmızladı. Yola çıxdı. Gəlib yurduna çatdı. Gördü ki, yurdunda bir tazı qalıb quzğun dolaşır.
Qazan bəy burada yurdu ilə xəbərləşib, görək xanım necə xəbərləşib, nə demişdir. Qohum qəbiləli komam yurdum, qulanla sığına keşişə qonşu yurdum. Səni düşmən hardan talayıb gözəl yurdum. Uca evimin tikilisi, yurdu qalmış. Qoca anamın oturduğu yerdə qalmış. Oğlum Uruzun ox atdığı nişan qalmış. Bu halı gördükdə Qazanın qara qıyıq gözləri qan yaşla doldu. Qanı damarlarında dayandı. Qara bağrı sarsıldı. Qonur atını dizləri ilə vurub, kafirin keçdiyi yola düşdü, getdi. Qazanın qarşısına bir su çıxdı. Qazan dedi, su Allahın üzünü görmüşdür. Mən su ilə xəbərləşim. Görək, xanım, necə xəbərləşdi? Qazan dedi, çağlayaraq qayalardan çıxan su, ağac gəmiləri atıb tutan su, Həsən ilə Hüseynin həsrəti su, bağ ilə bostanın zinəti su, Ayşə ilə Fatimənin baxışı su, şəhanə atların içdiyi su, qızıl dəvələrin gəlib keçdiyi su, çevrəsində ağ qoyunların yatdığı su, yurdumdan bir xəbər bilirsənsə de mənə, dərdli başım qurban olsun suyum sənə. Su necə xəbər versin? Sudan keçdi. Bu dəfə də bir qurda rast gəldi. Qurd üzü uğurludur. Qurdla bir xəbərləşim dedi. Görək xanım necə xəbərləşdi. Qaranlıq axşam olanda günü doğulan, qarla yağış yağanda ər kimi duran, qaracıq atları kişnədən, qızıl dəvə gördükdə inlədən, ağca qoyun görəndə quyruğu ilə qamçı çəkən, arxası ilə vurub bərk ağılın ardını sökən, buruma axda kök qoçları atıb tutan, qanlı quyruq üzüb şap-şap udan, ulaşmazı köpəkləri təşvişə salan, əldə mənşəl çobanları gecə vaxtı yüyürdən, yurdumdan bir xəbər bilirsənsə de mənə, dərdli başım qurban olsun, qurdum sənə dedi. Qurd necə xəbər versin? Qurddan da ötüb keçdi. Qaraca çobanın qara köpəyi Qazanın qarşısına gəldi. Qazan xan köpəklə xəbərləşdi, görək xanım necə xəbərləşdi. Qaranlıq axşam olanda hav-hav yürən, turş ayran töküləndə şap-şap içən, gələn yadı oğrunu qorxudan, hürməyi ilə qorxudaraq hürküdən, yurdumun xəbərini bilirsənsə de mənə. Dərdli başım sağ olduqca yaxşılıqlar edim köpək sənə dedi. Köpək Qazanın ayağının altında atılıb düşür, zing-zing zingildəyir. Qazan qamçı ilə köpəyi vurdu. Köpək çəkildi, gəldiyi yolla da getdi. Qazan köpəyi qavalayıb Qaraca çobanın yanına gəldi. Çobanı gördükdə xəbərləşdi, görək xanım necə xəbərləşdi. Qaranlıq axşam doğulanda qayğılı çoban, qarla yağış yağanda o docaqlı çoban. Səsimi anla, sözümü dinlə, evimin buradan keçdiyini gördünmü, de mənə. Dərdli başım qurban olsun, çoban sənə dedi. Çoban dedi, ölmüşdünmü, itmişdinmi, Ağazan? Harda gəzirdin, hardaydın, Ağazan? Dünən yox, o biri gün evim buradan keçdi. Qoca anan qara dəvə boynundan asılı keçdi. 40-cı belli qızla arvadın, boyu uzun burla xatun ağlayıb buradan keçdi. 40 igidlə oğlun Uruz başı açıq, ayağı yalın, kafirlərin yanında dustaq getdi. Tövlə-tövlə atlarını kafir minmiş. Qatar-qatar qızıl dəvələrini kafir yedəkləmiş. Qızıl gümüş pul xəzinəni kafir talamışdır. Çoban belə deyərkən Qazan ah çəkdi. Ağlı başından çıxdı. Dünya aləm başına qaranlıq oldu, dedi. Ağzın qurusun, çoban, dilin çürüsün, çoban. Allah sənin alnına bəla yazsın, çoban. Qazan belə deyəndə çoban dedi. Nə danlayırsan məni, ağam Qazan? Yoxsa heç köksündə yoxmudur iman? 600 kafir də mənim üstümə gəldi. 2 qardaşım şəhid oldu. 300 kafiri öldürdüm. Cəzasına çatdırdım. Sənin qapından bir kök qoyun, arıq toğlu kafirlərə vermədim. 3 yerdən yaralandım. Dərdli başım dumanlandı. Yalqız qaldım. Günahım budumu? Sonra çoban dedi. Qonur atını mənə ver. 60 tutamlıq nizəni mənə ver. Alp alacaq qalxanını mənə ver. Böyük iri polad qılıncını mənə ver. Ox qabından 80 oxunu mənə ver. Ağ toğluca
tutarcalı bərk yayını mənə ver. Gedim kafirin qolundakı şahinini öldürüm. Paltarımın qolu ilə alnımın qanını silim. Ölərsəm, qoy sənin uğrunda mən ölüm. Allah qoyarsa evini də mən xilas eləyim. Çoban belə dedikdə Qazan qəhərləndi. Yola düzəlib götürüldü. Çoban da Qazanın ardınca yetişdi. Qazan dönüb baxdı, soruşdu ki, oğul çoban, hara gedirsən? Çoban dedi, ağam Qazan, sən evini, ailəni xilas etməyə gedirsən, mən də qardaşlarımın qanını almağa gedirəm. Belə dedikdə Qazan soruşdu, oğul çoban, qarnım azdır, yeməyə bir şeyin vardı mı? Çoban dedi, bəli ağam Qazan, gecədən bir quzu bişirib qoymuşam, gəl bu ağacın dibində oturub yeyək. Endilər. Çoban dağarcığını çıxartdı. Yedilər. Qazan fikirləşdi, dedi ki, əgər çobanla getməli olsam, qalan Oğuz bəyləri bunu başıma qaxınc edərlər. Çoban olmasaydı, Qazan kafirləri məğlub etməzdi, deyərlər. Qazana qeyrət gəldi. Çobanı bir böyük ağaca sarıya-sarıya möhkəm bağladı. Atlandı, getdi. Çobana dedi, ədə çoban, qarnın acmamış. Qarnın acmamış, gözün qaralmamışkən bu ağacı qopar. Yoxsa səni burada qurd-quş yeyər. Qaraca çoban güc elədi. İri ağacı yeri ilə, yurdu ilə qoparıb, arxasına atıb Qazanın ardınca düşdü. Qazan baxıb gördü ki, çoban ağacı arxasına alıb gəlir. Qazan soruşdu, ədə çoban, bu ağac nədir? Çoban dedi, ağam Qazan, bu ağac ona görədir ki, sən kafirləri basarsan, qarnın acar, mən də sənə bu ağacla yemək pişirərəm. Bu söz Qazana xoş gəldi. Atından endi, çobanın əllərini açdı. Bir dəfə alnından öpüb dedi, Allah mənim evimi bəladan qurtarırsa, səni bütün ilxılarıma başçı qoyaram. Bu da Əmraxur vəzifəsi idi. İkisi birlikdə yola düzəldi. Bu yanda da Şöklü Məlik keyfi kök kafirlərlə yeyib-içib oturmuşdu. Dedi, bəylər, bilirsinizmi Qazana necə heyf vurmaq lazımdır? Boyu uzun burla xatunu gətirdək, badə paylasın. Boyu uzun burla xatun bunu eşitdi. Ürəyinə canına od düşdü. 40 incə belli qızın içinə girib məsləhət verdi, dedi. Qazan bəyin xatunu hansınızdır deyə hansınıza yapışarlarsa 40 yerdən səs verərsiniz. Şöklü Məlikdən adam gəldi. Qazan bəyin xatunu hansınızdır deyə soruşdu. 40 yerdən səs gəldi. Hansıdır bilmədilər. Kafirə xəbər verdilər. Birinə yapışdı, 40 yerdən avaz gəldi. Bilmədiyi hansıdır dedilər. Kafir dedi, ədə, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. Ağ ətindən qıyma-qıyma çəkin. Qara qovurma bişirib 40 bəy qızına aparın. Hər kim yedi o deyil, hər kim yemədi odur. Götürüb gəlin, şərab paylasın. Boyu uzun burla xatun oğlunun yanına gəldi. Kafirlər fikirlərini dəyişiblər. Deyirlər ki, Qazan oğlu Uruzu həbsdən çıxarın. Örkənlə boğazından asın. 2 kürəyindən çəngələ sancın. Qıyma-qıyma ağ ətindən çəkin. Qara qovurma edib 40 bəy qızını aparın. Hər kim yedi o deyil. Hər kim yemədi o Qazanın xatunudur. Çəkin gətirin, şərab payladıq. Sənin ətindən ay oğul yeyinmi? Yoxsa ağan Qazanın namusunu tapdıyım mı? Neyniyim ay oğul dedi. Uruz dedi, ağzın qurusun ana, dilin çürüsün ana. Ana haqqı Tanrı haqqı deyilməsəydi, qalxıb yerimdən durardım. Yaxandan, boğazından tutardım. Qaba dizimin altına salardım. Ağ üzünü qara yerə çırpardım. Ağzından, üzündən qan şoruldayardı. Can şirinliyini sənə göstərərdim. Bu nə sözdür? Sakın xanım anam, mənim üzərimə gəlməyəsən. Mənim üçün ağlamayasan. Qoy məni xanım ana çəngələ sansınlar. Qoy ətimdən çəksinlər. Qara qovurma edib 40 bəy qızını aparsınlar. Onlar bir yeyəndə sən 2 dəfə ye. Kafirlər duymasınlar, səni tanımasınlar. Onlara şərab paylayıb atam Qazanın namusunu sındırmayasan. Sakın.
Burada bir şey qeyd edim ki, boyda 2 nəfərin dilindən bəddua səslənir. Yəni dilin çürüsün bədduası. Bu həm Qazanın dilindən çobana qarşı, həm də Uruzun dilindən anasına qarşı işlənir. Oğlan belə deyəndə gözünün yaşı gildir-gildir axdı. Boyu uzun, beli incə Burla xatun boyun qulağını tutdu, yıxıldı. Payız alması kimi al yanağını yırtdı, dağıtdı. Qarğı kimi qara saçını yoldu. Oğul, oğul deyib zarzala ağladı. Uruz dedi: "Xanım ana, qabağımı kəsib nə inləyirsən? Niyə zarıyırsan? Niyə ağlayırsan? Bağrımı, ürəyimi nə dağlayırsan? Keçmiş günlərimi nə andırırsan? Ay ana, ərəb atları olan yerdə bir qulunu tapılmazmı? Ağca qoyunlar olan yerdə bir quzusu tapılmazmı? Sən sağ ol xanım ana, atam sağ olsun. Bir mənim kimi oğul tapılmazmı?" Belə dedikdə anası dözə bilmədi. Ana gedib 40-cı belli qızın arasına girdi. Kafirlər Uruzu tutub qənarə dibinə gətirdilər. Uruz dedi: "Ay kafir, amandır. Tanrının birliyinə şübhə yoxdur. Qoy məni bu ağacla danışım." Çağırıb ağaca söyləmiş, görək xanım necə söyləmişdir. "Sənə ağac, ağac deyirəmsə öyünmə ağac. Məkkə ilə Mədinənin qapısı ağac. Musa-i Kəlimin əsası ağac. Böyük-böyük suların körpüsü ağac. Nəhəng-nəhəng dənizlərin gəmisi ağac. Əlinin düldülünün yəhəri ağac. Əlinin qılıncının qını ilə dəstəyi ağac. Məni səndən asarlar, götürmə ağac. Götürsən igidliyim səni tutsun ağac." Uruz hönkür-hönkür ağladı. Yanıq ciyərləri dağladı. Bu zaman sultanım Salur Qazanla Qaraca çoban çaparaq yetdi. Çobanın sapandının daşlığı 3 yaşar dana dərisindən, sapandının qolları isə 3 keçi tükündən idi. Hər atanda 12 batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə düşsəydi toz kimi sovrular, gül kimi ovlardı. 3 ilədir daşın düşdüyü yerin otu bitməzdi. Bayırda kök qoyunda, arıq toğluda qalsaydı, sapandın qorxusundan qurd gəlib yeməzdi. Sultanım, Qaraca çoban çatan kimi sapandını işə saldı. Dünya aləm kafirin gözündə qaraldı. Qazan xan dedi: "Qaraca çoban, qoy anamı kafirdən istəyim, at ayağı altında qalmasın." At ayağı iti, ozan dili çevik olar. Qazan kafiri çağırıb söyləmiş görək nə söyləmişdir. Ay şüklü məlik, qızılı tağlı uca evlərimi götürüb gəlmisən, sənə kölgəlik olsun. Qiymətli xəzinəmi, bol gümüşünü götürmüsən, sənə xərclik olsun. 40-cı belli qızla Burla xatunu gətirmisən, sənə əsir olsun. 40 igidlə oğlum Uruzu gətirib gəlmisən, sənin qulun olsun. Tövlə-tövlə şahanə atlarımı gətirib gəlmisən, sənin miniyin olsun. Qatar-qatar dəvlərimi gətirib gəlmisən, sənin yükünü daşısın. Qoca anamı gətirmisən, ay kafir, anamı ver mənə. Savaşmadan, vuruşmadan qayıdım geri, dönüm gedim. Kafir dedim: "Qızıl taclı evini gətirmişik bizimdir. Şöklü məlik 40-cı belli qızla Burla xatunu gətirmişdir bizimdir. Qaracı qananı gətirmişsək bizimdir. Sənə verməyirik. Yayxan keşik oğluna verərik. Yayxan keşik oğlundan oğlu doğular. Biz onu sənə əvəz qoyarıq." Belə dedikdə Qaraca çobanın acığı tutdu. Dodaqları əsdi. Çoban dedi: "Ehey, dinsiz, huşsuz kafir, ağılsız, başsız kafir. Qarşıda yatan qarlı dağlar, qarıyıbdır, otu bitməz. Qan qadalı irmaqlar, quruyubdur, suyu gəlməz. Şahanə şahbaz atlar, qarıyıbdır, qulun verməz. Qızıl-qızıl dəvələr də qarıyıbdır, köşək verməz. Ay kafir, Qazanın anası qocalıbdır, oğul verməz." Bu vaxt Qalın Oğuz bəyləri gəlib yetişdi. Xanım, görək kimlər yetişdi. Qaradərə ağzında qarabuğa dərisindən beşiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eyləyən, bığını boynunun ardında 7 dəfə düyünləyən igidlər igidi Qazan bəyin qardaşı Qaragünə çaparaq yetişdi. "Çal qılıncını qardaşım Qazan, yetdim" dedi. Bunun ardınca görək kimlər yetişdi. Dəmir qapı Dərbəndəki dəmir qapını hücumla alan, 60 tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən, Qıyan Səlcioğlu Dəli Dondaz çaparaq yetişdi. "Çal qılıncını ağam Qazan, yetdim" dedi. Bunun ardınca xanım görək kimlər yetişdi. Amidlə Mərdin qalasına vurub yıxan,
Dəmir yaylı qıpçaq Məliyə qan qusturan. Gələrək Qazanın qızını mərdliklə alan. Oğuzun ağ saqqallı qocaları görəndə o ikidə əhsən deyən. Al məxməli şalvarlı, atı mavi qotazlı, Qaragünoğlu Qarabudaq çaparaq yetişdi. Çal qılıncını ağam Qazan, yetdim dedim. Bunun ardınca xanım görək kimlər yetişdi. İcazəsiz Bayandur xanın düşmənini basan, 60 min kafirə qan qusturan, ağ boz atının yalı üzərində qar yığılan, qəflət qoca oğlu Şir Şəmsəddin çaparaq yetişdi. Çal qılıncını ağam Qazan, çatdım dedim. Bunun ardınca xanım görək kimlər yetişdi. Çalım çarpaz çalmalı, çal qara quş ərdəmli, qarama qurşağı, qulağı qızıl küpəli, qalın Oğuz bəylərini bir-bir atdan yığan Qazlıq qoca oğlu Yeynək bəy çaparaq yetişdi. Çal qılıncını ağam Qazan, çatdım dedi. Bunun ardınca xanım görək kimlər yetişdi. Parasarın Bayburt hasarından sıçrayıb aşan, al rəngli gəlin otağının qarşısına gələn, al rəngli gəlin otağına qarşı gələn 7 qızın ümidi, qalın Oğuzun müjdəçisi, Qazan bəyin silahdaşı, boz ayğırlı beyrək çaparaq yetişdi. Çal qılıncını ağam Qazan, çatdım dedim. Bunun ardınca xanım görək kimlər yetişdi. 60 təkə dərisindən olan kürkü topuqlarını örtməyən, 6 erkək dərisindən papağı qulağını örtməyən, qolu budu uzunca, baldırları incə, Qazan bəyin dayısı at ağızlı Aruz qoca çaparaq yetişdi. Çal qılıncını bəyim Qazan, çatdım dedi. Bunun ardınca xanım görək kimlər yetişdi. Kafirləri it ardına qoşub alçaldan, eldən çıxıb ayğır gözlü suyunda atı üzdürən, 50 idi qalanın açarını alan, Ağ Məlikin çeşmə qızı ilə evlənən, Sufi Sandal Məliyə qan qusturan, İlək qoca oğlu Alpərən çaparaq yetişdi. Çal qılıncını ağam Qazan, çatdım dedi. Saymaqla bəylər tükənməz. Hamı yetişdi. Təmiz suda yuyundular. Ağ alınlarını yerə qoydular. 2 rükət namaz qıldılar. Adı Əziz Məhəmmədə salavat gətirdilər. Təklifsiz kafirlərin üstünə at saldılar. Qılınc çaldılar. Cumbur-cumbur nağralar döyüldü. Buruması qılınc tunc borular çalındı. O gün cəsur igidlər bəlli oldu. O gün mərdlər gizlənməyə yer axtardı. O gün bir qiyamət savaş oldu, meydan dolub baş oldu. Başlar top kimi kəsildi. Şahanə atlar qaçanda nalı düşdü. Böyük uzun nizələr sancılıb süstəldi. Böyük iti polad qılınclar çalındı, tiyəsi korlaşdı. Üçlələşli qayın oxlar atıldı. Dəmir ucluğu düşdü. O gün elə bir qiyamətin bir günü idi. Bəy nökərdən, nökər bəydən ayrıldı. Dış Oğuz bəyləri ilə Dəli Dondaz sağdan, cəsur igidlərlə Qaragünoğlu Dəli Budaq sol yandan hücum etdi. İç Oğuz bəyləri ilə Qazan mərkəzdə düşmənlərin topasına hücum etdi. Şöklü Məliyə çatdı. Böyürdüb atdan yerə saldı. Qəfillicə tutub başını kəsdi. Bir zərbə ilə al qanını yer üzünə tökdü. Sağ tərəfdə qara tükən Məliklə qıyan Səlcioğlu Dəli Dondaz qarşılaşdı. Sağ yanını qılınclayıb yerə saldı. Sol tərəfdə Boğacı Məlik ilə Qaragünoğlu Dəli Budaq qarşılaşdı. Altı pərli gürz ilə təpəsinə möhkəm zərbə vurdu. Dünya aləm Boğacıq Məliyin gözündə qaraldı. Atın boynunu qucaqlayıb yerə düşdü. Qazan bəyin qardaşı kafirin bayrağını qılınclayıb yerə saldı. Dərələrdə, təpələrdə kafirlərə qırğın düşdü. Leşlərinə quzğun toplaşdı. 12 min kafir qılıncdan keçdi. Oğuz igidlərindən 500-ü şəhid oldu. Qazan bəy qaçanı qovmadı. Aman deyəni öldürməli. Qalan Oğuz bəyləri böyük qənimət əldə etdilər. Qazan bəy öz ordusunu, arvad uşağını, xəzinəsini aldı. Qızıl taxtında geri döndü. Yenə evlərini tikdirdi. Qaraca çobanını əmraxur etdi. 7 gün, 7 gecə yemək içmək oldu. 40 nəfər qulu, 40 kənizi oğlu Oruza görə azad etdi. Cəsur qoç igidlərə çoxlu torpaqlar verdi. Çoxu arxalıq verdi. Dədəm Qorqud gəlib boy boyladı, soy sorladı. Bu Oğuznaməni qoşdu
Düzdür, belə dedim. Hanı dediyim bəyərənlər, dünya mənim deyənlər. Əcəl aldı, yer gizləndi, fani dünya kimə qaldı? Gəlimli gedimli dünya, sonucu ölümlü dünya. Xeyir dua verək xanım, qarlı uca dağların yıxılmasın, gölgəli hündür ağacın kəsilməsin. Coşqun axan gözəl suyun qurumasın. Tanrı səni namərdə möhtac etməsin.